sinoptiklərin hava proqnozu ilə bağlı ətraflı məlumatları hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Emil Məlikov bizə çatdıracaq. Emil, qarşıdakı günlərdə hava necə olacaq? Buyurun, efirdə sizi eşidirik sizin. Bəli, payız mövsümü olmasına baxmayaraq havanın xeyli mülayim keçdiyinin şahidi oluruq və üzümüzə gələn günlər ərzində havanın necə keçəcəyi barədə bizə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova məlumat verəcək. Hər vaxtınız xeyir Gülşad xanım, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Və çox doğru qeyd elədiniz. Bugün də Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Lakin axşam saatlarından bəzi yerlərdə arabir yağış yağacaq. 15-i gündüzədək bəzi rayonlarda yağıntılar davam edəcək. Ayrı-ayrı yerlərdə, xüsusən də şərq rayonlarında Quba, Qusar və Lənkəran-Astara zonasında yağıntının qısa müddətli leysan xarakterli olacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək və havanın temperaturu Aran rayonlarında 16-19, dağlıq ərazidə isə 7-12 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında da bugün əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin sabah, noyabrın 15-i və 16-sında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılsa da, lakin gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman, çiskin olacaq. Küləkli hava şəraiti gözlənilmir, zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu isə günorta saatlarında 16-19 dərəcə isti olacaq. Təşəkkür edirik Gülşad xanım. Bizim sizə çatdıracaqlarımız bunlar idi. Söz yenidən sizdədir.